Salyan rayon Heydər Əliyev adına meydanda şanlı zəfərimizin 5-ci ildönümünə həsr olunan təntənəli, bədii, musiqili bayram tədbiri keçirilib. Tədbirdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Milli Məclisin deputatı Günay Ağamalı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və rayonun qonaqları iştirak edib. İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbiri Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov tədbiri iştirakçılarını Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı zəfərimizin 5-ci ildönümü münasibəti ilə təbrik edib. O qeyd edib ki, müasir dövlətçilik tariximizin zirvə nöqtəsi, ən qürur verici məqamı olan möhtəşəm zəfərimizin 5-ci ilidir ki, milli qürur duyğusu ilə qeyd edirik. Azərbaycan Prezidenti Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı azad etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir. Milli qürurun, şərəfin, ləyaqətin zəfər çaldığı bu tarixi günə həsr olunmuş konsertdə Respublikanın tanınmış mədəniyyət, incəsənət xadimlərinin və Mədəniyyət Mərkəzinin öz fəaliyyət kollektivlərinin ifasında vətənpərvərlik, qələbə abu-havalı musiqilər səsləndirilib. Yüksək vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.